sizə. Bunları keçə-keçə nə edəcəm uşaqlar? Devirləri də elə eləyəcəm ki, siz ilin sonuna bunlarla paralel, bunlarla yanaşı devirləri də nə edəsiniz? Əzbər biləsiniz. Devirləri də əzbərləyəsiniz. Deməli, harda yarandı uşaqlar sürünənlər? Paleozoy erası daş kömür dövründə. Sürünənləri götürəcəyik. Paleozoy erası daş kömür dövründə deyəcəyik. Sürünənlərin xarakterik xüsusiyyətləri. Gəlin ilk öncə xarakterik xüsusiyyətlərinə baxaq. Deyəcəyik ki, onlar quruda yaşayan heyvanlardır. Sonra inkişaf etmiş ağciyərlərə malikdir. Yəni tənəffüs orqanları ağciyərlərdir. Dəriləri qurudur və dəri mənşəli pulcuqlarla örtülüdür. Mayalanma daxilidir və su mühitindən asılı deyil. Amma biz suda, quruda yaşayanları keçəndə dedik, hətta quruda yaşasalar belə, quruda yaşayan nümayəndələrinin belə çoxalması harda gedirdi? Su mühitində gedirdi. Amma deyəcəyik ki, bunlarda mayalanma su mühitindən asılı deyil. İnkişafları düzünədir. Düzünə nə deməkdir uşaqlar? Yəni, bunlarda sürfə mərhələsi yoxdur. Yadınıza gəlir, biz dedik, əgər sürfə mərhələsi varsa dolayı, yoxsa düzünə. Üzəri qabıqla örtülü yumurta qoyur. Soyuqqanlı heyvandılar. Nə deməkdir soyuqqanlı? Yəni, sabit bədən temperaturuna malik deyil. Bədən temperaturu ətraf mühitdən asılıdır. Ətraf mühitdə temperatur yüksəldikdə bədən temperaturu yüksəlir. Ətraf mühitdə temperatur endikdə bədən temperaturları enir. Ürəkləri 3 kameralıdır və bunlarda mədəciyində yarımçıq ara kəsmə. Bunun üzərinə ilk dəfə. Deməli, ilk dəfə ürəyin mədəciyində yarımçıq ara kəsmə nədə götürəsiniz uşaqlar? Sürünənlər sinifində götürəsiniz. Başqa bunlarda nəyi götürürük? Döş qəfəsi. İlk dəfə döş qəfəsi də sürünənlər sinifində yaranıb. Amma döş sümüyünü nədə demişdik uşaqlar? Suda, quruda yaşayanlarda. Bir də rüşeym halında beyin qabığı. Rüşeym halında beyin qabığı. Beyin qabığı. İlk dəfə bunlarda götürəcəyik. Aydın oldu uşaqlar. Gəlin indi bir də. Sürünənlər sinifi harda yarandı özü? Sürünənlər sinifi yarandı. Paleozoy erası, daş kömür dövrü. Daş kömür dövrü. Deməli uşaqlar, sürünənlərə aid ilklər, yəni rüşeym halında beyin qabığı, ürəyin mədəciyində yarımçıq ara kəsmə, döş qəfəsi, bunları harda götürəcəyik uşaqlar? Paleozoy erası daş kömür dövründə götürəcəyik. Və biz sürünənlər sinifini bölürük dəstələrə. Hansı dəstələri var? Pulcuqlular dəstəsi, tısbağalar dəstəsi, timsahlar dəstəsi, bir də dimdikbaşlar dəstəsi. Pulcuqlara nə aiddir? İlan, kərtənkələ, hətta biri burada verilməyib uşaqlar. Bu qələmun. Bu nəyə aiddir? Pulcuqlar dəstəsinə aiddir. İlanlar, kərtənkələlər və bu qələmun pulcuqlar dəstəsinə aiddir. Tısbağalar, çöl tısbağası, yaslı tısbağa, timsahlar, Mississippi alligatoru, Nil timsahı, dimdikbaşlar dəstəsinin isə bir nümayəndəsi var, Hatteriya. Deməli, bunlar da sürünənlər sinifinin dəstələri. Çünki biz heyvanların təsnifat vahidlərini, sistematik vahidləri keçəndə necə qruplaşdırırdıq uşaqlar onları? Gəlin, yadımıza salaq. Növ, cins, sonra nə deyirdik? Fəsilə, dəstə, sinif, tip, bir dənə aləm. Deməli, sürünənlər aləm olaraq nəyə aiddir? Heyvanlar aləminə aiddir. Tip olaraq nəyə aiddir? Xordalılar tipinə aiddir. Sinif olaraq hansı sinifə aiddir? Sürünənlər və sürünənlər sinifinin də özünün nələri var uşaqlar? Dəstələri var. Yəni, siniflər də nəyə bölünür? Dəstələrə bölünür deyəcəyik. Gələk indi nəyə? Gələk indi deməli, burada bu bayaq saydıqlarımdır və bunlarda deyirik ki, bütün nümayəndələri atmosfer havası ilə nə edir? Tənəffüs edir deyirik.
Gələk indi xarici quruluşu. Bədənləri xaricdən dəri ilə örtülüdür. Bunlarda çox qatlı epiteli deyirik. Çox qatlı epiteli deyirik. Dərisi çox qatlı epitelidir. Dərinin üzərində pulcuqlarla örtülüdür, amma dəri mənşəli pulcuq. Məsələn, biz balıqlarda bədənin üzəri nə mənşəli pulcuq götürmüşdük? Sümük mənşəli pulcuq demişdik, amma sürünənlərdə dəri mənşəli pulcuq deyəcəyik və pulcuqlu dəri bədəni artıq su buxarlandırmaqdan qoruyur. Və deyirik ki, kərtənkələ böyüdükcə köhnə dərisinin vaxtaşırı dəyişir və yenisi ilə əvəz olunur. Onda siz mənim sualıma cavab verin görüm. Kərtənkələdə köhnə dərinin yeni dərisi ilə əvəz olunması müəyyən yaşa qədər gedəcək, yoxsa ömrü boyu gedəcək? Ömrü boyu müəyyən yaşa qədər. Ay uşaqlar, deyir ki, kərtənkələ böyüdükcə köhnə dərisini dəyişib yeni dəri ilə əvəz olunur. Axı biz demişik ki, heyvanlar müəyyən yaşa qədər böyüyür. Bir dənə istisna, keçən dəfə hətta xərçəngi də deyəndə dedim. Dedim uşaqlar, belə test düşə bilər ki, sizə belə sual verə bilərlər ki, xərçəng xitin örtüyünü müəyyən yaşa qədər dəyişir. 7-ci sinif dərslikdə belə bir sual var. Səbəb, niyə müəyyən yaşa qədər? Çünki xərçəng hər dəfə xitin örtüyünü dəyişdikcə böyüyür. Heyvanlarda da böyümə müəyyən yaşa qədər gedir. Müəyyən yaşda böyümə dayandığı üçün xitin örtüyünün dəyişməsi də dayanacaq. Həmçinin kərtənkələ də heyvanlar aləminə aiddir. Bunlarda da böyümə müəyyən yaşa qədər gedir. Müəyyən yaşda böyümə dayandığı üçün qabıq dəyişmədə neynir? Dayanır deyəcəyik. Aydın oldu uşaqlar. Və bunları da belə yadda saxlayırıq. Sonra gəldik nəyə? Gəldik indi digərinə. Digər hissəyə gələk. Deməli, bax bunu da bildik. Sonra gəlirik, kərtənkələnin bədəni hansı hissələrdən ibarətdir? Gəlin ona baxaq. Baş, gövdə, quyruq, bir dənələrdən ibarətdir, ətraflardan ibarətdir. Deməli, uşaqlar, bax bu düşür. Hamısı düşür, yəni bu da düşəcək. Bədən hissələri mütləq düşür. Bədəni baş, boyun, gövdə. Deməli, bədən hissələri hansılar oldu? Baş, boyun, gövdə, quyruq, bir də ətraflar. Yəni, bədənin neçə hissədən ibarətdir? 5 hissədən. Hətta onurğanın şöbəsini də deyəcəm indi. Yaxşı, uşaqlar, mənə deyin görüm. İndi təkrar. Balığın bədəni neçə hissədən ibarət idi? Hansı hissələrdən ibarət idi? Balıqlarda biz nə götürmüşdük bədənlərini? Nə demişdik? Baş, gövdə, bir də quyruq. Aha. Nə götürmüşdük onlarda bədənlərini? Baş, gövdə, bir də quyruqdan ibarət demişdik. Bəs yaxşı, suda qurda yaşayanların bədəni hansı hissələrdən ibarətdir demişdik? Suda qurda yaşayanlar Ətraflarda. nə deyirdik? Baş, gövdə, bir də ətraflar. Bəli, baş, gövdə, ətraflarda. Bunlarda isə baş, boyun, gövdə, quyruq və nə deyirik uşaqlar? Ətraflardan ibarətdir deyirik. Və biz deyəcəyik ki, boyun hissə, bunlarda bədənin boyun hissəsi suda qurda yaşayanlara nisbətən daha yaxşı inkişaf etmişdir, hərəkətlidir. Sonra kərtənkələnin ətrafları 5 barmaqlıdır və bunlarda suda qurda yaşayanlardan fərqli olaraq barmaqlar arasında üzmə pərdəsi yoxdur və barmaqların uclarında da caynaqlar var. Kərtənkələdə ümumi neçə ətraf var? Baxın, bu 1, bu 2, bu 3, bu 4 ətraf. 4 ətraf. Uşaqlar, hər ətrafda neçə barmaq görürsünüz? 1, 2, 3, 4, 5. Deməli, cəmi 20 dənə barmaq. Hətta biz bunu belə də qruplaşdıra bilərik. 2 dənə ön ətraflar, 2 dənə arxa ətraflar. Arxa ətraflarda cəmi 10, ön ətraflarda da cəmi 10 barmaq. Ümumi 20 barmaq. Sualın qoyuluşuna diqqət yetirirsiniz. Məsələn, deyirəm ki, kərtənkələnin ön ətrafında neçə barmaq var? Ön ətrafında, Cansu, neçə barmaq var kərtənkələnin? 10 müəllimə. 10. Ön ətraf olur mənim. Cansu, ön ətraf deyirəm. Ətraflar yox. Buyur İsmail. Tamam, 5.
Ay sağ ol. Ön ətraf deyirəmsə, bu bir dənəsi nəzərdə tutulur. Ön ətraflar deyəndə ikisi nəzərdə tutulur. Aydın oldu uşaqlar. Arxa ətraf biridir. Arxa ətraflar ikisidir. Aydın oldu. Lar, lər şəkilçisi cəm şəkilçisidir. Azərbaycan dili. İsmail nə deyirdin? Buyur. Heç mən cavabı dedim mənim hepsi 5. Yəni Ay sağ ol. Bəli, ön ətrafda 5, ön ətraflarda 10. Arxa ətrafda 5, arxa ətraflarda nə götürəcəyik uşaqlar? 10 barmaq götürəcəyik. Aydın oldu. Aytad, sən gəldinsə bir Qənirəyə də dedə, mesaj ötür ki, Qənirə qoşul dərsə. Mənim yazmışam, qoşulur. Aha. Aydın oldu uşaqlar. Deməli, dedik ki, kərtənkələnin bədəni baş, boyun, gövdə, quyruq ətraflardan ibarətdir. Kərtənkələdə cəmi 4 ətraf var. Hər ətrafında da 5 barmaq var dedik. Cəmi 4 ətraf 20 barmaq. Nə yarandı uşaqlar sürünənlərdə ilk dəfə? Döş qəfəsi ilk dəfə bunlarda yarandı. Rüşeym halında beyin qabığı ilk dəfə bunlarda yarandı. Ürəyin mədəciyində yarımçıq ara kəsmə ilk dəfə bunlarda yarandı deyəcəyik. Və deyəcəyik ki, bunlarda belə deyək ki, bunlar özləri, yəni sürünənlər sinfi özləri harda yarandı? Paleozoy erası daş kömür dövründə. Ona görə döş qəfəsi, yarımçıq ara kəsmə, rüşeym halında beyin qabığı harda götürəsiz uşaqlar? Paleozoy erası daş kömür dövründə götürəcəyik. Gəlin baxaq baş hissədə nələr yerləşir. Uşaqlar, baş hissədə yerləşir burun dəliyi, gözlər və göz qapaqları. Bunlarda da bir dənə kərtənkələdə 6 dənə göz qapağı var. Və diqqətli olun uşaqlar. Biri var göz qapağını soruşa, biri var qırpma pərdəsi. Bu 6 dənə göz qapağını ümumi bölürəm sizə. 6 göz qapağı. Uşaqlar, 6 göz qapağı, yəni 2 gözdə cəmi. 2 gözdə cəmi neçə dənə göz qapağı var? 6 dənə göz qapağı. Bunun ikisi üst göz qapağı. Üst göz qapağı. İkisi alt göz qapağı. Alt göz qapağı. Yerdə qalan 2 dənəsi də qırpma pərdəsi. Eyni qurbağada olduğu kimi deyəcəyik. Aydın oldu uşaqlar. Aha. Qənirə də gəldi şükür. Bunları bildik. Sonra gələk nəyə? Gələk indi biz bir deməli dəstələr haqqında məlumat verək. Bir də uşaqlar, bunlarda fikir verin. Ətraflar bədənin altında deyil, sürünənlər sinfində ətraflar bədənin yanlarında yerləşir və hərəkət zamanı həm ətrafların hesabına bunlarda hərəkət verir, baş verir, həm də gövdənin qarın və quyruq hissələrini yerə toxunduraraq hərəkət edirlər. Necə dedik uşaqlar? Bir də deyək. Kərtənkələdə 4 ətraf var, 20 barmaq var. Ətraflar gövdənin alt tərəfində deyil, yan hissədə. Görürsünüz, gövdənin yan hissəsində yerləşir və bunlarda hərəkət həm ətrafların hesabına hərəkət edirlər, həm də gövdənin qarın və quyruq hissələrini yerə toxunduraraq nə edirlər? Hərəkət etdirirlər. Bayaq dedim, başda bir cüt göz var, bir cüt burun dəliyi, təbil pərdəsi 2 dənə, ağız, bir də göz qapaqları. Göz qapağını da neçə dənə götürdük? 6 dənə göz qapağı. Bədən hissələri bayaq saydım sizə. Baş, boyun, gövdə, quyruq, ətraf. Ətraf, ön ətraf. Görürsünüz, burada ön ətraf yazmışam. Yəni bir ön ətrafda 5 barmaq. Onda 2 ön ətrafda 5 üstə gələk 5. Bir arxa ətrafda 5 barmaq, 2 arxa ətrafda 5 üstə gələk 5. Aydın oldu uşaqlar. Gəlin indi bunların da skeletinə baxaq. Bəli, biz artıq bunlarda sürünənlərdən başlayaraq ümumiyyətcə uşaqlar yadınıza gəlir. Mən gövdə skeletini hansı sözlə yadınızda saxlayın demişdim. Dok sözündən. Balıqda dok sözünün d-sı yox idi. Döş sümüyü yox idi. Məsələn, balığın gövdə skeleti nədən ibarət idi? Onurğa və qabırğalardan ibarət idi. Qurbağanın gövdə skeleti yalnız nədən ibarət idi? Onurğadan ibarət idi. Amma sürünənlərin gövdə skeleti bu döş sümüyü deməkdir. Döş sümüyü. O
onurğa deməkdir. Onurğa. Qıda nə deməkdir uşaqlar? Qabırğa. Qabırğa. Qabırğa deməkdir. Aydın oldu uşaqlar. Necə dedik? Bir də deyək. Dokda D döş sümüyüdür. O onurğadır. D da nədir uşaqlar? Q da nədir? Qabırğadır. Yəni döş sümüyü, onurğa və qabırğalardan ibarətdir gövdənin skeleti. Skelet ümumi 3 şöbəyə bölünür. Kəllə, gövdə, ətraflar. Kəlləyə yenə kəllə qutusu və üz hissəsi. Gövdə, mən deyən kimi yadınızda saxlayın. Döş sümüyü, onurğa və qabırğa. Uşaqlar, dedik bunlarda ilk dəfə nə yarandı? Döş qəfəsi yarandı. Və döş qəfəsini nə əmələ gətirir? Qabırğalar, döş sümüyü və onurğanın döş fəqərəsi. Məsələn, bunlarda onurğa 5 şöbədən ibarətdir. Onurğanın özünün şöbələri. Lap burada onurğadan xətt çəkim yazın. Sizə daha rahat olsun. Onurğanın özünün şöbələri hansılardır? Boyun şöbəsi, boyun, döş, boyun, döş, bel, oma, bir də quyruq. Onurğa neçə şöbədən ibarətdir uşaqlar? 5 şöbədən. İndi gəlin təkrar yadımıza salaq. Balığın onurğası neçə şöbədən ibarət idi uşaqlar? Balığın onurğası cəmi 2 şöbədən ibarət idi. Quyruq fəqərələri və gövdə fəqərələri. Qurbağanın onurğası neçə şöbədən ibarət idi? Qurbağanın onurğası 4 şöbədən ibarət idi. 4. Hansı idi? Boyun, gövdə, oma və quyruq şöbəsi. Sürünənlərin onurğası neçə şöbədən ibarətdir? 5 şöbədən. Bu get nənən yemək pişirib ye. Boyun, döş, bel, oma və quyruq şöbədən ibarətdir. İndi gəlirik nəyə? Dedik bunlarda ilk dəfə döş qəfəsi yarandı. Döş qəfəsini nə əmələ gətirir? Qabırğa, üstə gələk döş sümüyü, üstə gələk döş fəqərələri. Bunlar nəyə əmələ gətirir uşaqlar? Döş qəfəsini əmələ gətirir. Yadınızda saxlayın. Yəni onurğanın döş fəqərələri, bu boyun fəqərələri, döş fəqərələri, bel fəqərələri, oma fəqərələri və quyruq fəqərələri. Çünki biz bilirik ki, onurğa nədən təşkil olunub? Fəqərələrdən təşkil olunub. Və döş qəfəsinin əmələ gəlməsində onurğanın döş fəqərələri iştirak edir. Uşaqlar, yadınızda saxlayın. Bir dənə döş fəqərəsinə 2 dənə qabırğa birləşir. Yəni, qabırğanın sayı döş fəqərələrinin sayından 2 dəfə nədir? Çoxdur. Yəni, n dənə döş fəqərəsi olarsa, qabırğa nə qədər olacaq? 2n. Və döş sümüyünün sayı da 1-dir. Yadınızda saxlayın. İstər qurbağa olsun, istər sürünən olsun, istər quşlar olsun, istər məməllər olsun, hətta istər insan olsun, döş sümüyünün sayı neçə dənədir uşaqlar? 1 dənədir. Döş sümüyünün sayı sabitdir. Hansı canlılarda döş sümüyü varsa, həmin canlılarda döş sümüyünün sayı 1-dir. Və döş sümüyü də ilk dəfə nədə götürmüşdük? Qurbağada götürmüşdük. Suda qurda yaşayanlarda götürmüşdük. Sadəcə biz suda qurda yaşayanlarda döş sümüyünü gövdə skeletinin içərisində yox, nəyin içərisində götürmüşdük uşaqlar? Ətrafların skeletinin, yəni çiyin qurşağı, ön ətrafın qurşağında, çiyin qurşağında götürmüşdük. Amma qurbağadan sonra gələn canlılarda, sürünənlərdə, quşlarda, məməllərdə biz döş sümüyünü nəyin içərisində götürəcəyik uşaqlar? Döş qəfəsinin və ya gövdə skeletinin içərisində götürəcəyik. Və döş sümüyünün sayı da 1-dir, sabitdir. Onda biz düstur olaraq yaza bilərikmi ki, döş qəfəsi bərabərdir 3n plus 1. Aydın oldu uşaqlar. Məsələn, tutaq sizə deyirəm ki, belə bir sual verirəm. Deyirəm ki, sürünənlərdə döş qəfəsi tutaq yazıram ki, 40 sümükdən ibarətdir. 40 yox, 38. Döş qəfəsi 38 sümükdən ibarətdir. Tutaq deyirəm ki, kərtənkələnin belə bir məsələ qurmuşam. Döş qəfəsi deməli 38 40 olsa da bəli, 40 sümükdən ibarətdir. Döş qəfəsi 40 sümükdən ibarətdir. İndi deyirəm ki, kərtənkələdə
döş fəqərələri və qabırğaların sayı nə qədərdir? Uşaqlar, neyniyəsiz ilk öncə? 3m plus 1 bərabərdir 40-a. 3m bərabərdir 39. N də bərabərdir 13. N-lə nəyi işarə eləmişdik? Döş fəqərələrini. Deməli, bu kərtənkələnin 13 dənə döş fəqərəsi olacaq. Neçə dənə qabırğası olacaq? 26 dənə də qabırğası olacaq. Ümumiyyətcə yadınızda saxlayın. Sürünənlərdə də, quşlarda da, məməllərdə də, hətta insanda da döş qəfəsi 3m plus 1 düsturundan hesablanır. Bax, döş qəfəsinə malik olan bütün canlılarda döş qəfəsi 3m plus 1. Bu 3n'in eni döş fəqərəsi, 2'ni qabırğa, bir də döş sümüyünün sayıdır. Aydın oldu uşaqlar? Aydın oldu. Məsələn, bunun tərsi bir məsələ qururam, bircə dəqiqədə vaxt verirəm. Deyirəm ki, tutaq ki, döş fəqərələrinin sayı bərabərdir 12 olarsa, döş qəfəsi bərabərdir sual işarəsi. Buyurun, hesablayın. 30 saniyə vaxtınız var. 37 müəllim. 37 deyən doğru dedi. Tamamilə doğrudur. Uşaqlar, çünki biz əgər döş fəqərələri 12-dirsə, qabırğanın sayı döş fəqərələrin sayından 2 dəfə çoxdur. Yəni 24-dür. Biz də bilirik ki, döş qəfəsi bərabərdir döş fəqərələri üstə gələk qabırğa, üstə gələk nə? Döş sümüyü. Və döş fəqərələri n, qabırğa 2n, bunu da 1 götürmüşdük. N'imi 12 vermişəm. Onda 2n'im 24, döş sümüyü də 1 oldu neçə? 37. Aydın oldu uşaqlar. Qaranlıq qalan nəsə yoxdur ki burada. Bu tip məsələləri rahat işləyə biləsiniz qızlar. Arada bir hədən. İsmail, mənim balam. Sənə də aydın oldu İsmail. Mən başa düşdüm. Əla mənim balam. Bunu dedik. Deməli dedik, baş, gövdə, onurğa sütunu, qabırğa və döş sümüyündən ibarətdir dedim. İndi gələk nəyə? Ətrafların skeleti. Uşaqlar, ətrafların skeleti ön ətraf, arxa ətraf. Biz bilirik ki, ətrafların skeleti də ümumi özləri neçə yerə bölünür? 2 yerə. Sərbəst və qurşaq. Məsələn, ön ətrafın qurşağı bir cüt kürək, bir cüt qarğa və bir cüt də körpücük sümüyündən. Kürək, körpücük, qarğa 3 növ. Hərəsindən də bir cüt, yəni 2-2-2-dir. Oldu nə qədər? 6 ədəd. Deməli, kərtənkələ ümumiyyətcə sürünənlərin ön ətrafının qurşağı 3 növ 6 ədəd sümükdən ibarətdir. Bəs yaxşı, sərbəst hissəsi? Sərbəst hissəsi bazu, sait və ön pəncə. Hər bir ön pəncədə 5 barmaq, ümumi 10 barmaq. Arxa ətrafın qurşağı bir cüt çanaqdan, sərbəsti bud, baldır və arxa pəncədən. Hər bir arxa pəncədə də 5 barmaq. Ümumi 2 dənə arxa pəncədə 10 barmaq. İndi nəyə diqqət yetirin uşaqlar? Burada nəyə diqqət yetirirsiniz? Biz yadınıza gəlirsə, qurbağada baldır sümüyünü qamış və incik sümüyünə, sait sümüyünü mil və dirsək sümüyünə bölmədik. Amma sürünənlərdə baldır sümüyü özü qamış və incik sümüyünə bölünəcək, sait sümüyü özü mil və dirsək sümüyünə neyniyəcək? Bölünəcək. Aydın oldu uşaqlar. Necə dedik? Deyirik ki, qurbağada yadınıza gəlir baldır, sait. Saidi bölmürdük. Nə də ki, baldırı bölmürdük. Amma qurbağanın baldır özü 2 sümükdən ibarətdir. Deməli, qamış və incik. Sait özü də 2 sümükdən ibarətdir. Mil və dirsək. Əgər testlərdə düşsə ki, sürünənlərdə neçə baldır sümüyü var? 2. Neçə sait sümüyü var? 2. Bəs yaxşı, sait sümüyü neçə sümükdən təşkil olunub? 2 dənə sait sümüyü hərəsi 2 sümükdən təşkil olunub. Bax, sait sümüyü biri burada, biri də burada. Sait sümüyü neçə sümükdən təşkil olunub cəmi? İkisi burada, ikisi burada. 4. Həmçinin deməli, baldır sümüyü də 2 dənə idi və baldır sümüyü özü də neçə sümükdən təşkil olunub?
Hər bir baldır sümüyü 2 sümükdən təşkil olunub. Deməli, qamış və incik. Ümumi 4. Yenə deyirəm, testdə neçə baldır sümüyü var? 2. Bax, bir dənə burada baldır sümüyü, biri də bu ayaqda. Neçə sait sümüyü var? 2. Amma baldır sümüyü cəmi neçə sümükdən təşkil olunub? 4. Sait sümüyü cəmi neçə sümükdən təşkil olunub? 4. Aydın oldu uşaqlar. Və buna da bu cür diqqət yetiririk. Gələk indi nəyə? Skeletini dedik. Keçək indi daxili quruluşu. Həzm, ifrazat, tənəffüs. Həzm sistemi ağız, udulaq. Baxın uşaqlar, şəkillərə xüsusi olaraq diqqət yetiririk. Ağız, udulaq və bu isə qida borusu. Mədə, bağırsaq və bağırsağın da axarı hara açılır uşaqlar? Kloakaya açılır. Amma kloakanı ilk dəfə nədə demişdik ya uşaqlar? Yadımıza salaq, keçən dərs dedim sizə. Kloakanı ilk dəfə nədə dedik? Qurbağada. Burada yaşayanlarda dedik, bəli. Və biz oradaykən dedik ki, kloakaya neçə sistemin axarı açılır? Kloakaya 3 sistemin axarı açılır. Həm həzm sisteminin, həm cinsiyyət sisteminin, həm də ki, ifrazat sisteminin. Çünki böyrək sidik axarı, sidik hissəsi, bunlar da nəyə aiddir uşaqlar? İfrazat sistemi. İfrazat sistemi də nədir yenə? Axarı hara açılır? Kloakaya açılır deyəcəyik. Uşaqlar, bunlara diqqət yetirirsiniz. Böyrək, yumurta borusu. Bax, biz məsəl üçün deyirik ki, bunlarda ontogeniz yumurta borusunda başlayır. Ontogeniz nədir? Mayalanmadan ölənə qədər olan fərdi inkişaf. Və bunlarda da biz deyəcəyik ki, mayalanma yumurta borusunda gedir. Deməli, bunların ontogenizi bu hissədə. Yumurta borusunda ontogeniz başlayır. Amma insanda harda başlayırdı? Uşaqlıq borusunda. Çünki məməlilərdə mayalanma, insanda mayalanma uşaqlıq borusunda gedir deyəcəyik. Və həzm sistemində həmçinin deyəcəyik ki, bunlarda ağızda eyni ölçülü dişlər və ucu haçalanmış əzələli dil var. Deməli, bunlarda dişlər var. Bir də ucu haçalanmış əzələli nəyi var deyirik uşaqlar? Dili olur. Və həzm sistemi qurbağada olduğu kimi götürəcəyik. Dişləri var. Bax, sürünənlərdə dişlər var. Düzdür, indi biz məsəl üçün tısbağa istisna, tısbağada diş yoxdur deyəcəyik. Amma ümumi olaraq yadınızda saxlayın ki, sürünənlərdə diş var. Həzm vəziləri də qaraciyər vəzi, mədaltı vəzi. Bunlarda neynirik? Rast gəlirik. Bax, görürsünüz, bu sual düşə bilər. Bax, bu nədir? Şəkillərdən düşür. Mədaltı vəzinin şəkili. Bu nədir? Qaraciyərdir. Qaraciyər. Bax, bunlar yenə deyirəm. Qaraciyərin üzərində ötk hissəsi var. Mədə, sonra ağciyərlər, dalaq, böyrək, bu yumurtalıqdır, bu isə yumurta borusudur, bu sidik hissəsidir. Bu qara nöqtə kimi verilib, bu sidik hissəsidir, bu yaşıl kloakadır, bu da sidik axarlarıdır. Bu böyrəkdir, bu qara sap kimi gələndə sidik axarıdır. Şəkilə diqqət, şəkildə mütləq sual salırlar. Gəldik nəyə uşaqlar? Həzm sistemini dedik. Dedik, ağızda eyni ölçülü dişlər, ucu haçalanmış əzələli dil olur. Həzm sistemi suda qurda yaşayanlarda olduğu kimidir. Uşaqlar, sonunda gəldik tənəffüs. Bunlarda deyirik ki, ağciyərlərlə tənəffüs edirlər və qurbağalarla müqayisədə ağciyərləri daha çox büküşlüdür. Bir də uşaqlar, bunlarda döş qəfəsinin yaranması ilə əlaqədar olaraq qabırğarası əzəllər inkişaf etmişdir. Deməli, necə deyirik uşaqlar? Bunlarda döş qəfəsinin yaranması ilə əlaqədar olaraq qabırğarası əzəllər neyniyib? İnkişaf edib deyəcəyik. Sonda gəldik nəyə? Gələk indi digər qan damar sistemi. Uşaqlar, şəkilə diqqətlə qulağa baxın. Kərtənkələnin ürəyi 3 kameralıdır. Bunlarda da 2 qan dövranı var. Böyük qan dövranı, kiçik qan dövranı. Kiçik qan dövranı ürəklə ağciyər arasında gedən qan dövranı kiçik qan dövranıdır. Ürəklə bütün bədən orqanları arasında gedən qan dövranı isə nədir uşaqlar? Böyük qan dövranıdır.
qan dövranı eyni ilə qurbağada olduğu kimidir. Bunlarda da ürəyin sol qulaqcığında arterial, sağ qulaqcığında venoz qandır. Mədəcikdə həm arterial, həm venoz, həm qarışıq qana rast gəlirik. Sadəcə qurbağa ilə kərtənkələnin qan dövranında fərq nədir? Qurbağanı keçən dəfə geniş izah eləmişəm. Bir dənə fərq nədir uşaqlar? Qurbağada ümumiyyətcə mədəcikdə ara kəsmə nə idi? Yox idi. Amma bunlarda mədəcikdə fikir verin, ara kəsmə var, amma tam deyil, yarımçıq ara kəsmədir. Bir dənə fərq budur. Bir də qurbağada kiçik qan dövranında qan hara gedirdi uşaqlar? Qurbağada kiçik qan dövranında qan həm ağciyərə gedirdi, həm də dəriyə gedirdi venoz qan. Amma sürünənlərdə kiçik qan dövranında venoz qan yalnız ağciyərə gedəcək. Bunlarda dəriyə getmir. Bir dənə fərq budur. Yerdə qalan böyük qan dövranı eyni qurbağada olduğu kimi. Bunlarda da başa gedir, fikir verin, arterial qan, bədən orqanlarına gedir qarışıq qan, böyük qan dövranında başa arterial qan gedir, bədən orqanlarına qarışıq qan gedir və başdan və bədən orqanlarından sağ qulaqcığa nə gəlir? Venoz qan gəlir. Deməli, böyük qan dövranı mədəcikdə başlayır, sağ qulaqcıqda bitir. Aydın oldu uşaqlar. Kiçik qan dövranında isə ağciyərlərə, ağciyər arteriyası ilə venoz qan gedir. Gedir orada ağciyər arteriyası ağciyərdə kapilyallara şaxələnir. Kapilyallarda qazlar mübadiləsi gedir. Venoz qan arterial qana çevrilir və sonda ağciyər venaları ilə gəlir hara? Sol qulaqcığa. Bu da kiçik qan dövranıdır. Aydın oldu uşaqlar. Böyük qan dövranında da ürəkdən, mədəcikdən arteriya ilə çıxır. Gedir, kapilyallara şaxələnir. Orada mübadilə baş verir. Arterial qan və qarışıq qan venoz qana çevrilir. Sonda gəlir hara? Ürəyin sağ qulaqcığına. Aydın oldu uşaqlar. Deməli, böyük qan dövranında vena damarları tərkibində venoz qan olan vena damarları sağ qulaqcığa, kiçik qan dövranında isə tərkibində arterial qan olan ağciyər venaları sol qulaqcığa gəlir, tökülür. İndi bir dənə biz sürünənlərdən belə deyək ki, timsahı istisna götürəcəyik uşaqlar. Və deyirik ki, qan damar sistemi sürünənlərdə qapalıdır. Ürəyi iki qulaqcıqdan və natamam ara kəsməli mədəcikdən ibarətdir. Uşaqlar, ürəyində neçə növ qan var? 3 növ. Arterial, venoz, qarışıq. Amma bədəndə neçə növ qan devr elədi? Yenə 3 növ qan devr elədi. Hansılar? Arterial, venoz, bir də qarışıq qan devr edir deyirik. İndi gəlin bunları da deyək. Necə ki qurbağanın, necə ki balığı deyəndə demişdim. İndi mənə deyin görüm. Kərtənkələnin arteriya damarında neçə növ qan olacaq? Arteriya damarında neçə növ qan olacaq? Uşaqlar, eyni qurbağada olduğu kimi. Məsələn, başa gedən arteriyada, yox, biz qurbağanın arteriya damarında neçə növ qan götürmüşdük ya uşaqlar? Başa gedən arteriya damarında nə götürmüşdük? Arterial qan. Bədənə gedən arteriya damarında nə götürmüşdük? Qarışıq qan. Yaxşı, bəs ağciyərə gedən arteriya damarında nə götürmüşdük? Venoz qan. Deməli, arteriya damarlarında neçə növ qan var? 3 növ qan var. Bədənlərində neçə növ qan devr edir böyük qan dövranında? 3 növ. Çünki böyük qan dövranında başa arterial qan getdi. Bədən orqanlarına qarışıq qan getdi. Başdan və bədən orqanlarından ürəyə venoz qan gəldi. Amma kiçik qan dövranında ağciyərə hansı qan gedir? Venoz qan gedir. Hansı qanla qayıdır? Arterial qan neyinir? Gəlir. Venoz qanla ürəkdən çıxır, arterial qanla ürəyə gəlir. Deməli, kiçik qan dövranında 2 növ qan devr edir. Amma böyük qan dövranında 3 növ qan devr edir. Həmçinin arteriya damarlarında da 3 növ qan götürürük. Yaxşı uşaqlar, bəs vena damarlarında neçə növ qan olacaq? Vena damarlarında nə qədər götürəcəyik? Niyə? Bəli. 1 yoxsa 2?
2. 2 növ. Ay, nədir? Aysel, sol qulaqçığa gələn Bəli. vena damarlarında, ağciyər venasında, sol qulaqçığa gələn ağciyər venasında hansı qandır? Arterial qan. Venöz. Ay Ay, bala, hə. ağciyər venasında. Ağciyər venası ağciyərdən ürəyə gələndir. Baxın uşaqlar, ağciyər arteriyasında venoz qandır. Çünki Abi, bunu demişdik. Adında arteriya vena olsa da yenə də dəyişik olurdu, yəni dəyişiklik olur adını. əlbəttə ki. Ağciyər arteriyasında venoz qandır. Çünki ağciyər arteriyası ürəkdən ağciyərə gedən damardır. Ürəkdən də ağciyərə çirikli qan gedir, venoz qan gedir ki, ağciyərdə qan karbon qazından təmizlənsin. Deməli, ağciyər venasında arterial, böyük qan dövranında bu sağ qulaq, ümumiyyətcə qulaqçığa gələn damarların adı nədir? Vena damarları. Bəs mədəcikdən çıxan damarların adı nədir? Arteriya. Çünki uşaqlar, biz damarların 3 növünü keçmişik. Arteriya, kapilyar, vena. Arteriya qanı ürəkdən çıxarandır. Ürəkdən çıxan damarlar da mədəciyə birləşir. Vena qanı ürəyə gətirəndir. Ürəyə gələn damarlar da qulaqçığa birləşir. Mübadilə prosesi gedən damar kapilyar damardır. Və burada baxıram ki, sol qulaqçığa gələn vena damarında arterial, sağ qulaqçığa gələn vena damarında venoz qan olur. Deməli, vena damarında 2 növ qan var, arteriya damarında 3 növ qan var. Bir dənə timsah istisna. Timsahda da istisna nədir uşaqlar? Timsahda istisna nədir? Gəlin, bax, bunu da deyim. Timsahda ürəyində ara kəsmə tamdır. Amma yadınızda saxlayın. Tam ara kəsmə timsahda desə belə, biz eralara görə, devirlərə görə ilk məməllər timsahdan əvvəl yaranıb. Ona görə tam ara kəsməni timsahda deyil, məməllər sinfində götürəcəyik. Və burada sol qulaqçıq, sol mədəcik, sağ qulaqçıq, bir də nə deyirik? Sağ mədəcik deyəcəyik. Və uşaqlar, timsahda ürəkdə qan qarışmır. Niyə? Çünki ara kəsmə tamdır. Ürəyin sol hissəsində arterial qan, sağ hissəsində hansı qan olur? Venoz qan. Eyni insanda olduğu kimi. Amma bunlarda ürəyin mədəciyindən çıxan aorta, cüt aorta olduğu üçün, bu 1, bu 2 aorta. Aortada qan qarışır. Cüt aortada qan neynir? Qarışır. Ürəkdə qan qarışmır. Deməli, timsahın ürəyində neçə növ qan var? 2 növ qan var. Arterial, venoz. Sol hissədə arterial, sağ hissədə venoz. Ürəkdə qan qarışmır. Amma ürəkdən çıxan cüt aortada qan qarışır. Bundan sonrası eyni sürünənlər, qurbağa kimi. Başa gedəcək nə? Başa gedir hansı qan? Arterial qan. Yenə bədən orqanlarına hansı qan gedəcək uşaqlar? Köməkləyin görüm hansı qan gedəcək? Qarışıq qan. Tamamilə doğrudur. Başdan və bədən orqanlarından sağ qulaqçığa və bu bədən orqanlarından başdan sağ qulaqçığa hansı qan gəlib töküləcək? Venoz qan. Bu böyük qan dövranı. Ağciyərə gedəcək hansı qan? Ağciyərə hansı qan gedəcək uşaqlar? Venoz qan. Ağciyərdən ürəyin sol qulaqçığına hansı qan gələcək? Arterial qan. Aydın oldu uşaqlar. Görürsünüz, bədənində neçə növ qan devr elədi? 3 növ qan devr elədi. Həm qarışıq qan, həm venoz qan, həm də arterial qan. Amma ürəyində neçə növ qan oldu? 2 növ qan. Uşaqlar, onda biz deyə bilərikmi ki, timsahın ürəyindəki qanın növ sayı bədəndə dövr edən qanın növ sayından bir vahid nədir? Azdır. Deyə bilərik, yoxsa deyə bilmərik? Deyə bilərik. Ay, sağ ol. Deyə bilərik. Çünki bədəndə əlavə qarışıq qan da var. Bunlarda ürəkdə qan qarışmasa da, amma ürəkdən çıxan cüt aortada qan neynədir? Qarışdı.
Aydın oldu uşaqlar. Yenə arteriya damarlarında 3 növ qan olacaq. Başa gedən arteriyada arterial qan, bədən orqanlarına gedən arteriya damarında qarışıq qan, ağciyərə gedən arteriya damarlarında venoz qan. Çünki ürəkdən gedən damarın adı arteriya damarıdır. Vena damarlar deməli bunların arteriya damarında neçə növ qan var uşaqlar? 3 növ qan olur deyirik. Bəs yaxşı, vena damarlarında neçə növ qan olacaq? Vena damarında neçə növ qan ay uşaqlar? 2 növ qan. Fikir verin, baxın, sağ qulaqcığa gələn, mən dedim ürəyə gələn damarın adı nədir? Vena damarıdır. Sağ qulaqcığa gələn vena damarında hansı qan yazdıq? Venoz qan yazdıq. Sol qulaqcığa gələn bu vena damarının üzərində hansı qan yazdıq? Arterial qan yazdıq. Aydın oldu. Ürəyində 2 növ qan var. Böyük qan dövranında bədənində 3 növ qan devr edir. Arteriya damarında 3 növ qan var. Vena damarında 2 növ qan var. Aydın oldu uşaqlar. Deyə bilərik ki, timsahın ürəyindəki qanın növ sayı vena damarlarında axan qanın növ sayına bərabərdir. Bəli, deyə bilərik. Çünki ürəyində də 2 növ qan var, vena damarlarında da 2 növ qan olur deyirik. Aydın oldu uşaqlar. Qaranlıq qalan nəsə yoxdur ki? Aynur, qaranlıq qalan nəsə yoxdur ki? Xədicə, Aynur, Tansu. Yoxdur ki? Yoxdur. Всё. Yoxdursa keçək indi digər hissəyə. Qan dövranını dedik, ifrazatı dedik. Gələk indi uşaqlar sinir sistemi. Sinir sistemi deyəcəyik ki, bunlarda da mərkəzi və periferik sinir sistemi. Mərkəzi sinir sistemi baş beyin, onurğa beyin, periferik sinir sistemi isə onlardan çıxan sinirlərdən ibarətdir. Deməli, sinir sistemini neçə yerə bölürük? Sinir sistemi 2 yerə bölürük. M, S, S, yəni mərkəzi sinir sistemi, P, S, S, yəni periferik sinir sistemi. Mərkəzi sinir sisteminə aiddir baş beyin, bir də onurğa beyni. Bu gördüyünüz onurğa beyin və baş beyin mərkəzi sinir sisteminə aiddir. Periferik sinir sistemi isə baş beyin və onurğa beyindən çıxan nələr? Sinirlər. Və ilk dəfə bunlarda rüşeym halında beyin qabığı yadınıza gəlir. Bayaq bunu neynədim sizə? Yazdırdım ilklərə. Gələk indi nəyə? Uşaqlar. Bunlarda da baş beyin 5 şöbədən ibarətdir. Uzunsov beyin, uzunsov beynin üzərində beyincik, orta beyin, ara beyin və ön beyin deyəcəyik. Bunlarda deyirik ki, ön beyin və beyincik suda qurda yaşayanlara nisbətən yaxşı inkişaf etmişdir. Yəni, həm ön beyni yaxşı inkişaf edib, həm də beyinciyi yaxşı inkişaf edib. Gəlin yadımıza salaq. Biz balıqda necə dedik? Balıqda dedik ön beyin zəif inkişaf edib, beyincik yaxşı inkişaf edib. Suda qurda yaşayanlarda necə dedik? Tərsinə. Onlarda dedik beyincik zəif inkişaf edib, ön beyin yaxşı inkişaf edib. Bir də deyirəm. Balıqlarda ön beyin zəif, beyincik yaxşı. Suda qurda yaşayanlarda beyincik zəif, ön beyin yaxşı idi. Amma sürünənlərdə həm ön beyin, həm də beyincik neyniyib? Yaxşı inkişaf edib deyəcəyik. Gəldik hiss orqanları. Uşaqlar, hiss orqanları görmə, eşitmə, qoxu bilmə, dad bilmə orqanlarından ibarətdir. Gözdə alt və üst göz qapaqlarından və qırpma pərdəsindən ibarətdir deyirik və qırpma pərdəsi də bunlarda yaxşı inkişaf edib deyəcəyik. Gəldik indi nəyə? Gəldik çoxalması. Bunu da yazmışam, zaten bayaqdan dedim. Bir cüt göz, 3 cüt göz qapağı, 3 cüt göz qapağı, 3-cü cüt göz qapağı qırpma pərdəsidir. Yəni bu 3 cüt göz qapağının bayaq yazdım, bir cütü üst göz qapağı, bir cüt alt göz qapağı, bir cüt də qırpma pərdəsi. Eşitmə orqanı 2 şöbədən ibarətdir. Eyni suda qurda yaşayanlarda olduğu kimi daxili və orta qulaqdan. Və xaricdən təbil pərdəsi ilə örtülüdür. Təbil pərdəsinin də sayı 2 dənədir. Biri sağda, biri solda. Qoxu burun dəlikləridir. Lamisə funksiyasını da əsasən dilləri yerinə yetirir deyirik. Gələk nəyə uşaqlar? Gələk çoxalması. Biz deyirik ki, ayrı cinsiyyətlidir. Mayalanmaları daxilidir. Və mayalanma harda gedir dedim. Harda gedir? Bayaq dedim, yazdım sizə. Harda gedirdi?
mayalanma harda gedirdi ay uşaqlar? Yumurta nədə? Borusunda. Axı indicə şəklin üzərində yazdım ki, sürünənlərin ontogenezi yumurta borusunda başlayır. Qabıqla örtülü, sarılıqla zəngin yumurtalar qoyur və yumurtanın inkişafı yumurta sarısı hesabına gedir deyirik. Və yumurtadan fikir verin, kiçik kərtənkələlər, yetkin fərdə oxşar kiçik kərtənkələlər çıxır. Ona görə də biz deyirik ki, bunlarda düzünə inkişafdır. Regenerasiya, bunlarda regenerasiya var, amma orqan səviyyəsindədir. Məsələn, kərtənkələnin quyruğu sınır və həmin sınmış quyruq yenidən neynir? Bərpa olunur deyəcəyik. Gələk indi nəyə uşaqlar? Gələk indi dəstələrinə, sürünənlərin müxtəlifliyi və əhəmiyyəti, yəni dəstələrə. Dedik, sürünənləri bəyək hansı dəstələrə böldük? Pulcuqlar, tısbağalar, timsahlar və dimdikbaşlılar dəstəsinə böldük. Gələk indi ilk olaraq pulcuqlar dəstəsi. Pulcuqlar dəstəsinə demişdim, nə aiddir? Kərtənkələ, ilan və buqələminə aiddir deyəcəyik. İndi gələk ilanlar haqqında nə deyə bilərik uşaqlar? İlanlar, zəhərli ilanlar, zəhərli və zəhərsiz olmaqla iki qrupa bölürük və məsələn, zəhərli ilanlara nələr aiddir? Kobradır, gürzədir, qalxan sifətdir. Zəhərsiz ilanlara yatağanlar, tərxələr, su ilanlar bunlar aiddir deyəcəyik. Uşaqlar, yadınızda saxlayın. İlanlarda ətraflar yoxdur. İlanda nə yoxdur uşaqlar? İlanda ətraf yoxdur. Kərtənkələdən də, məsələn, koramal kərtənkələdir. Koramalda ətraf yoxdur. Məsələn, koramalla, məsələn, və yaxud da ki, kərtənkələ ilə ilan üçün ortaq xüsusiyyət ətrafın olmaması götürə bilərik. Və yaxud deyə bilərikmi ki, bütün kərtənkələlərdə ətraf var. Bu ifadə doğrudur, yanlış. Niyə? Çünki biz deyirik ki, kərtənkələlərin bəzilərində, məsələn, koramalda ətraf yoxdur. Yəni, yadınızda saxlayın ki, koramal nədir? Kərtənkələ. Koramal kərtənkələdir. İlanlarda da ətrafları yoxdur. Göz qapaqları qovuşub şəffaflaşıb. Bax, buna xüsusi olaraq diqqət yetirirsiniz. Göz qapaqları yoxdur demirik. Var. Sadəcə bunlarda hərəkətli göz qapaqları yoxdur deyə bilərsiniz. Yəni, göz qapaqları hərəkətli deyil. Şəffafdır və qovuşmuşdur. Şəffaf və qovuşmuş göz qapaqlarına malikdir. Bir də bunlarda döş qəfəsi olmur. İlanlarda döş qəfəsi yoxdur. Məsələn, biz deyə bilərik və hətta uşaqlar köhnə dərsliklərdə tısbağalarda da yazırdı ki, döş qəfəsi yoxdur. Elə yenə də doğrudur. Tısbağada və ilanlarda döş qəfəsi yoxdur. Biz ilk dəfə döş qəfəsi sürünənlərdə yarandı dedik. Bəs yaxşı, deyə bilərikmi ki, bütün sürünənlərdə döş qəfəsi var? Bu ifadə doğrudur, yanlış. Təbii ki, nə götürəsiniz uşaqlar? Yanlış götürəsiniz. Çünki tısbağalarda və ilanlarda döş qəfəsi yoxdur. İlanlarda hərəkətli göz qapaqları yoxdur. Ümumi göz qapağı yoxdur deyə bilmərəm. Sadəcə hərəkətli deyil. Göz qapaqları şəffaflaşıb və qovuşmuşdur. İlanlar çənələri elastik bağlarla bağlı olduğu üçün onlar öz çənələrini geniş aça bilir və ovlarını bütöv uda bilir deyəcəyik. Bir də bir şey yadınızda saxlayın uşaqlar. Zəhərli ilanlarda zəhərsiz ilanlarla dişlərini müqayisə etsək, əgər zəhərli və zəhərsiz ilanların dişlərinin sayını müqayisə etsək, zəhərli ilanlarda 2 dənə daha çox götürəcəyik. Çünki zəhərli ilanlarda adi dişlərlə yanaşı bunlardan əlavə 2 ədəd də nə var? Zəhər dişləri var. Zəhərsiz ilanlarda yoxdur. Məsələn, ilan insanı sancıb. Harda müəyyən edirlər ki, dişləyib, bu zəhərlidir, yoxsa zəhərsiz. Əgər dişləyəndə təbii ki, ora, belə deyək də, dişin izi düşür. Əgər hamısı standart xırda ölçülüdürsə, deməli, bu zəhərsiz ilandır. Yox, əgər bu xırda ölçülü dişlərlə yanaşı 2 dənə də iri diş varsa, deməli, həmin insanı sancan ilan nə olub? Zəhərli ilan olub.
Yadınızda saxlayın. Zəhərli ilanda dişlərin sayı zəhərsiz ilanlardan 2 vahid çoxdur. Çünki onlarda 2 dənə əlavə olaraq nə var? Zəhər dişləri var ki, zəhər vəzlərinin axarı həmin bu zəhər dişlərinin içərisinə açılır deyəcəyik. Aydın oldu uşaqlar. Sonda gələk nəyə? Gələk tısbağalar dəstəsi. Nümayəndələrində çanaq olur. Bunlarda dişlər olmur. Bayaq dedimi, tısbağada diş yoxdur. Suda və quruda yaşayan nümayəndələri var və quru tısbağalarında çanaq daha hündür olur. Niyə? Çünki quruda onlar daha çox hücuma məruz qalırlar və düşməndən qorumaq üçün quru tısbağalarının çanağı daha hündür olur deyirik. Suda yaşayanlarda isə yastı olur deyirik. Bəzi tısbağalarda ətraflar nəyə çevrilib? Pərlərə çevrilib deyəcəyik. Gələk timsahlara. Timsahlar yırtıcıdır. Həyatının çox hissəsini suda keçirir. Barmaqları arasında üzmə pərdəsi olur. Üzmədə həm də quyruq iştirak edir. Uşaqlar, bəzən testdə düşür. Aşağıda göstərilən hansı canlılardadır ki, onlarda üzmədə yalnız ətraflar iştirak etmir? Məsələn, timsahı götürə bilərik. Çünki timsahda üzmədə quyruq da ətraflarla yanaşı, quyruq da neyinir? Üzmədə iştirak edir. Ürəyi, bayaq dedimi, timsah sürünənlərdən yeganə timsahdır ki, timsahın ürəyi 4 kameralıdır. Ürəyində qan qarışmır. Ürəyində 2 növ qan var. Sol hissədə arterial, sağ hissədə venoz qan. Lakin ürəkdən çıxan zaman aortada, cüt aortada arterial və venoz qan qismən neyinir? Qarışır. Yəni o cüt aortada həm arterial qan var, həm qarışıq qan var, həm venoz qan var. Və cüt aortadan arterial qan bədənə, belə üzrü sayın başa, qarışıq qan bədən orqanlarına, venoz qan da hara gedir uşaqlar? Ağciyərə gedir dedik. Bu saydığım dəstələr sürünənlərin müasir dəstələridir. İndi gəlin uşaqlar nəyə baxaq? Bir də müasir dəstələrdən bir dənəsi qaldı. Deməli, nəyi götürəcəyik? Biz dimdik başlılar dəstəsi deyəcəyik. Dimdik başlılara da Hatteriya aiddir. Hatteriya görünüşcə kərtənkələyə oxşayır və Yeni Zelandiyada Hatteriyaya rast gəlinir deyirik. İndi gələk nəyə uşaqlar? Gələk qədim sürünənlərə, müasir sürünənlərin dəstələri. Bayaqdan sizə indiyə qədər saydığım dəstə nədir uşaqlar? Müasir sürünənlərin dəstələridir. Gəlin qədim sürünənlərə baxaq. Qədim sürünənlərə nələr aiddir uşaqlar? Bunlara dinozavrlar, ixtiriozavurlar, pteriozavurlar. Dinozavr sözünün mənası dəhşətli kələz deməkdir. İxtiyozavr sözünün mənası uşaqlar, bu balıq kələz deməkdir. Bunu verib dəhşətli kələz. Bunu mən burada qısa vermişəm, amma siz dərslikdən tam bu dəstələri, qədim sürünənləri geniş oxuyursunuz. Dinozavr dəhşətli kələz, ixtiyozavr balıq kələz, balıq kələz. Pteriozavr uçan kələz deməkdir. Uçan kələz. Adların mənasını neyinirik? Yadda saxlayırıq. Dinozavrın xüsusiyyətləri nədir uşaqlar? Dinozavr nəhəng sürünənlərdir. Bunların başları kiçik olur. Bax, görürsünüz, fikir verin. Bu trianozavr, bu da dinozavrların bir növüdür. Deyəcəyik ki, kiçik başa malikdir, uzun yoğun boyuna və iri quyruğa. Deməli, kiçik baş, dinozavrda kiçik baş, sonra uzun yoğun boyun, uzun yoğun boyun. Bir də nəyə malikdir uşaqlar? İri quyruq. Bu üç xüsusiyyəti yadınızda saxlayırsınız. Quyruq. Dinozavrlar başları kiçik olur, boyunları uzun yoğun olur, quyruqları da iri olur deyirik. Həm yırtıcı, həm də ot yeyən formaları var deyəcəyik. Gəldik nəyə? Gəlirik, ixtiyozavr suda yaşayır, pteriozavr isə üzən formalardır. Belə uçan formalardır. Bunlar həm ixtiyozavrlar, həm pteriozavurlar. Bax, ikisindən də ox qoyuram. Onlar ağciyərlərlə tənəffüs edir. Ağciyərlə
tənəffüs edir. Ümumiyyətcə bütün sürünənlər ağciyərlə tənəffüs edir demişdik. Bir də diri bala doğurlar. Diri bala doğur. Diri bala doğur deyəcəyik. Yadıma düşmüşkən bunu da deyim uşaqlar. Hətta müasir sürünənlərdən də qızılı mabuya diri bala doğur. Ona görə bütün sürünənlər yumurta qoymaqla çoxalır ifadəsi nədir? Yanlışdır. Yəni diri bala doğan nümayəndəsi də var. Amma əksər sürünənlər yumurta qoymaqla çoxalır deyə bilərik. Deməli, ixtiyazavr və ixtiyazavr nə oldu? Suda yaşayır balıq kələz, ptriazavr uçan kələz. Bunlar dedik ki, ağciyərlərə tənəffüs edir və diri bala doğurlar. Və biz deyəcəyik ki, ptriazavrlarda, baş uşaqlar, bu ptriazavrlardır, uçan kələzlər. Ön ətrafları uzanmış, barmaqları və bədənləri arasında dəri pərdələr olmuşdu. Görürsünüz, bunlarda ön ətraflar uzanıb, barmaqla bədən arasında nə var? Dəri pərdə var deyəcəyik. Və qədim sürünənlərdən periodontlar, bunlar periodontlardır. Bunlarda ilk dəfə dişlərin ixtisaslaşması, yəni ilk dəfə kəsici köpək azı dişi ilk dişlərin ixtisaslaşması nədə götürürük? Periodontlarda götürürük. Yəni kəsici köpək azı dişlərini ilk dəfə periodontlarda götürəcəyik. Bir də sürünənlərdən fərqli olaraq biz dedik, bayaq sizə dediyimi, sürünənlərdə ayaqlar bədənin hansı hissəsində yerləşirdi? Yan hissəsində yerləşirdi. Amma periodontlarda ayaqlar gövdənin altında yerləşir deyəcəyik. Qırmızı kitaba düşənlər qızılı mabuya, kərtənkələlərdən qızılı mabuya, ilanlardan Kiçik Asiya gürcəsi, Eskulap ilanı, tısbağalardan isə Aralıq dənizi tısbağasının adı qırmızı kitaba düşüb. Vəsə, mövzu izahı bu qədər. Keçdik indi, mən danışdım, bitirdim. Gəlirəm indi video kaydı.